Salam əziz dokuzlar. Bugün keçirilmiş ÖTK-nın ingiliscə sınağını, buraxılış fənnindən olan ingiliscə sınağının izahını sizinlə paylaşacağım. Qrammatikanın izahını mən sizinlə paylaşacağım. Metinləri isə sadəcə cavablarını deyəcəm. Növbəti günlərdə inşallah ki, tam izahını paylaşmağa çalışacağım metinlərin. 56 deyir ki, choose the correct variant, düzgün variantı seçin. During the lecture, the professor gave explanations. Explanations. Explanation cəm isim olduğu üçün mən bura little qoya bilmərəm. Sayım yana işlənir. A few özündən sonra cəm isim tələb edir. İçini götürəcəm. A lot of həm cəm, həm sayım yana isim tələb edir. Hazırda cəm isimimizdən gedir deyə 3 götürəcəm. Much da özündən sonra sayım yana isim qəbul edir deyə götürə bilmərəm. Qalır 2 ilə 3 A variantı. Choose the synonym of the underlined word. Deməli, the two companies built a strong relationship. Relationship əlaqədir. Through years of cooperation. Ona işim yoxdur. Onsuz da connection əlaqədir ilə A variantını götürərəm. Argument razılıq. Daha doğrusu narazılıq nəsə iddia və yaxud da. Separation ayrılma. Distance məsafə. Competition da yarış. Elə burada qalır A variantı. Choose the correct word that best fits the definition. Feeling sure about yourself, özün haqqında əmin olmaq, and believing you can do things well və nələrsə düzgün edə biləcəyinə, yaxşı edə biləcəyinə inanmaq. Confidence, inam. Elə A olar deyə düşünürəm, confidence. Wisdom, müdriklik, bu olmaz. Courage, cəsarət, bu da gedər. Curiosity, maraq. Patience da səbir. Qalır elə A variantı. Nədənsə A'lar oldu deyəsən. Choose the correct sentence with the noun in the possessive case. Possessive case isə bizdən the engineer's project impressed the inventors. Bu doğruya oxşuyur, qalsın. These actors. This'dən sonra 5 hərflidirsə cəm isim sonra apostrof qoyulmalıdır. Burada apostrof S'dir. Daha doğrusu S apostrof olmalıydı. B də səhvdir ona görə də. There are those students. Yenə də those-dan sonra cəm isim olmalıydı. S apostrof olmalıydı. C də səhvdir. The teacher apostrofu qoyub S yoxdur. Teacher's voice echoed. Bu da çıxır. This-dən sonra tək isim olmalıydı. Building-i cəmləyib deyə. Burada apostrof S olmalıydı deyə də çıxır. Qalır. Elə yenə A variantı. Ne gözəl. Choose the sentence with the noun in the possessive case. Yenə yəli hal istəyir. His suitcase was lost at the airport. Burada ümumiyyətlə yəli hal yoxdur. The two friends. Two-dan sonra isim cəmləməlidir və apostrof qoyulmalıdır deyə B çıxır. Sam and Mary's hands. Ortaq isim. Biz demişdik ki, bədən üzvləri ortaq ola bilməz. Ona görə də həm Sam'ın apostrof S olmalıydı, həm Mary'nin. C ona görə çıxır. Çünki Sam'da apostrof S yox idi. D də I saw a few birds fly. Yenə də a few-dan sonra cəm isim istədiyi üçün birds cəmlənməliydi və apostrof qoyulmalıydı. D də çıxır. The scientist research change modern physics. Bu doğrudur. Alimin axtarışı, yəni tapıntısı və yaxud da research. Okay. Match the words to their definitions. Be fluent. Sərbəst olmaq, səlis olmaq, danışmaq mənasında. Essential, vacib. Connected, əlaqələndirilmiş. Something very important and necessary. Nəsə çox vacib. Important, vacib. Necessary yenə də vacibdir. A. 2A. Able to speak a language easily and well. Bir dili asanlıqla danışmaq və yaxşı danışmaq. Bir olacaq B. Linked or related to something. Əlaqələndirmək və yaxud da bağlı olmaq neyləsə, bu da olacaq C. Olsa bu da connect ilə related görmüşdü yuxarıda. Yəni sözlərin çoxsunu artıq görmüşsünüz. Choose the correct variant. Doğru variantı seçin. The Nile is the longest. Burada S var. Sifətin üstün dərəcəsidir deyə Z qoyuram. River in the world. Biz bilirdik ki, in the world, in the sky, in the sun. Onlarla hər birinə Z işlənir. Z variantı. Choose the sentence with the noun in the plural. Cəm ismi istəyir bizdən. Scenery də təkdir. Agenda tək olacaq. Series. Baxın, this-lə series cəmlənir. Belə C-ni götürərəm. The furniture təkdir. Luggage təkdir. Bu da çıxar. 63 olacaq C. Okay. Belə edək bəlkə də. 56A. 57A. 58A. 59A. 60Y. 61 C. Okay. 63 də C. Elə
mən 61-in cavabını seçməmişəm. Niyə bəs? Hə, 1B, yaxşı baxdım. 1B, 2A, 3C. 63 də C variantı. Aha. Sonra 62 də C variantı. Elə 63 də C variantı. Niyə belə variantlar eyni gedir? Choose the correct variant. Düzgün variantı seçin. There is answer. There is an answer. Bir cavab olar. Answer sayılan tək isimdir burada. To support the research claim. Bunu məncə müəyyən bir danışdığı üçün. Bir də Z olar. D variantı 64D. Choose the line of compound nouns. Bizdən mürəkkəb ismi istəyir. Burada and şəkli var çıxacam. B-də tion var. Çıxacam. Behavior-da yenə də ümumiyyətlə yox, bu da sadə olacaq. Olsa C-ni də çıxacam. Backpacking timetable D-ni götürərəm. 65D. Environment bu da sadə olsa çıxır. Choose the line of uncountable nouns. Saymayan istəyir bizdən. A-da baxıram, car sayılır, A-nı çıxıram. Book sayılır, B-ni çıxıram. Notebook sayılır, C-ni çıxıram. Weather, furniture-də wisdom. Weather hava, furniture mebel, wisdom-da müdriklik. D-ni götürürəm. Luggage cat, cat burada çıxır deyə yeni də çıxıram. Mətnlər ilə qalıbımızda. Choose the sentence with the noun in the singular. Bizə singular istəyir. Centers cəmdə A çıxar. Tək isim istəyir. Equipment. Postezdə ilə B götürərəm. Gis cəmlənib C-ni çıxaram. Oxen cəmlənib D-ni çıxaram. Newcomers cəmlənib yeni çıxaram. Choose the pair of correct pairs of antonyms. Antonim istəyir. Rapid sürətlidir. Fast da sürətlidir. Biri götürərəm. 1. Large, böyük, tiny, balaca çıxar. Bu ehtiyac yoxdur. Brave, qoçaq, courageous, qoçaq. 3-ü götürərəm. Cheerful, şən, sorrowful, qəmgin. Bu da çıxar. Intelligent, ağıllı, smart, ağıllı. 5-i də götürərəm. Okay. Mətnlərin isə cavablarını deyirəm. Sonra inşallah ki, bunu geniş formada çəkib paylaşaram. 69-da olacaq B variantı. 70-də olacaq C variantı. 71 olacaq B variantı. 72-də olacaq Y variantı. 73-də olacaq Y variantı. Mətn də çox sadə idi. 74-də olacaq D variantı və 75-də olacaq D variantı. The quality-ni soruşdur bizdən. Qala bir də has special aroma from the mountains. Okay. 76-da olacaq 2 və 4. 2 və 4. Çünki false istəyir bizdən. Yanlış olanları istəyir. Okay. This plant has large flowers and yellow leaves. Balaca idi əslində. Ona görə də 2-4-ü götürürəm. Dinləmə mətnlərində olmadığı üçün bunun haqqında bir söz deyə bilmirəm. Reading-i də, həmçinin writing-i də bunları mətnlərlə bərabər geniş izahını verməyə çalışacağım.